Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astaqal hadisi kitabullah ve hayral hadi hadi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrel umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalale ve kulle dalaleti finnâr. Deməli, ilk olaraq Allah subhanahu wa ta'ala sonsuzlara şükürlər edirik ki, Allah subhanahu müvəffəq eləyib, biz gəlib çıxmışıq bura, bu mübarək torpaqlara. Bu böyük bir nailiyyətdir. Sözsüz ki, bu ya iləhimizə olacaq, ya aleyhimizə olacaq. Ya bizi, elə bil ki, burada elədiyimiz ibadətlər, elədiyimiz zikirlər, elədiyimiz gözəl əməllər səbəb olacaq bizim cənnətə daxil olmağımıza. Ya da ki, əksinə, insan gəlib buranı görüb və insan gəlib burada tövbə etməyib, burada düzəlməyib və təzədən günahlara qayıtması, yəni onun üçün problem olacaqdır. Allah qorusun hər birinizi və Rəbbimizdən söz ki, diləyirəm ki, mən hər birinizin ibadətlərini qəbul eləsin. Allah müvəffəq eləsin ki, səmimi insanın dəyişməyinə səbəb olsun bu səfər. O ki, qaldı bizim, deməli, sabahki səfərimizdə. Necə biz Mədinədəyik. Mədinədən də gedəndə, yəni avtobusdan gedənlər Allahın izni ilə dayanacaqlar miqatda və orada niyyət edəcəklər, gedəcəklər. Qadınlar yəni burada, oteldə elə qusulda alırlar. Çünki orada o şəriət yoxdur. Kimsə məsəl deyə bilər ki, mən gedib orada yox, Peyğəmbər səsəm orada eləyib, mən orada eləyəcəm, nə eləyəcəm? Problem yoxdur yəni. Kim istəyirsə biz onu heç kimə mane eləmirik. Bəli, amma söhbət ondan gedir ki, bugün üçün havalar virüs nətərdir, orada su necədir və həmçində insanın, məsələn, əgər da üzr istəyirəm, qusul alarsa, çimərsə, onun saçının qurutması və s. Bu da hamısı səbəb olacaq nəyə? Xəstələnməyə. Sonra avtobusa da getməyiniz kondisioner altında və yaxud da elə nə də qatarda. O baxımdan bunlar hamısı sünnədir. Birinci, mən sizə indi başlayayım Allahın izni ilə şərtlərdən. Yəni, ümrənin şərtləri var. Şərtlər birisi də nədir? Şərt ümumiyyətcə, bu, bir işə başlayırıq kimlə? Ticarətə, düzdürmü? Şərt nə vaxt olur? Şərt işə başlamamışdan qabaq olur, düzdürmü? Yəni, heç bir işə girməmişdən qabaq olur. Sən işə başlamamışdan qabaq şərt. Misal üçün deyirəm, namazda şərtlər nədir? Dəstəmazda olmaq. Namazın içindədir bu, yoxsa namazdan sonradır, yoxsa namazdan qabaq. Əlbəttə, namazdan qabaqdır. Və belə deyilənçiyinə, elə bil ki, ümrənin şərtləri var, rukunları var, vacibətləri var və sünnələri var. Şərtlər birincisi odur ki, bu hamı bəllidir, yəni İslamda olması bir insanın, müsəlman olması birincisi. İkincisi, ağıl sahibi olması. Yəni, ağılı yoxdursa, onun yəni, bu məqbul deyil, yəni o etmir onu. Üçüncüsü, buluq, yəni ki, həddi buluğa çatması. Əgər bəs yaxşı, uşağı bir kimsə gətirər həddi buluğa çatmayan uşağı, o halda onun nömrəsi səhidir. Və onun savabı alimlər deyir ki, atasına yazılır, valideynlərinə yazılır. Amma onun üzərindən o ömrə düşmür. Sən həccə gətirmirsən uşağı. Həddi buluğa çatmamış uşağı əgər gətirmirsənsə, Allahın izni ilə onun savabını qazanır valideyn. Amma o uşaq sabahlarım, yəni bir neçə il bundan sonra, həddi buluğa çatandan sonra artıq ona vacib üzərindən düşmür, yenə də həcc eləməlidir. Deməli, üçüncü nədir? Buluq. Dördüncü nədir? Qüdrət. Qüdrət də nədir burada? Yəni, insanın qüdrəti olması, gücü olması o yola çıxmasında. Həm maddi, həm səhiyyət. Yəni, onun yəni ki, ola bir insanın imkanı var, pulu var, malı var, dövləti var, hər bir şey var, amma yəni səhiyyədə onun bu yola çıxma imkanı. O halda bu artıq şərt olaraq düşür. Və beşinci də necə bilirsiniz, yəni bu İslamdır. İslamda da ki, qaydalar var. Yəni, qaydalar uğrunda məhrəmiyyət. Bu barədə bəli, ixtilaflar var alimlər arasında. Amma əksəriyyət alimlər deyir ki, bu səfər yəni, ibadət olsa, bəziləri deyir, ibadət olduğuna görə icazəli bu görüblər. Amma əsl odur ki, yəni məhrəmiyyət olmalıdır. İkinci məsələ artıq rukunlardır. Bu şərtlər idi. Yəni, şərtlər ibadətin içində olmur. Necə deyir ki, ibadətin qıraqda olur. Rukun nədir? Rukun dayaqdır. Yəni ki, bir evin fundamenti. Bir evin dayaqları olmasa o ev deyil, düzdürmü? Düşəcəkdir. Birinci ehramdır. Yəni, ehrama girmək, niyyət eləmək, miqatda. Yəni, ehrama girmədinsə, niyyət eləmədinsə, artıq yəni yoxdur.
Yəni, sən onu heç bir kəffarə ilə qaytara bilmərsən. Yəni, o bilsin ki, o birisi məsələn, amilləri sən eləməsən, qurban kəsmə ilə yəni, yerini doldura bilərsən. Amma rukunları əgər tərk eləyərsənsə, sanki eləməmişsən, yoxdur ibadət. Sizin namaza başladın, Fatihə surəsi oxumadın. Fatihə rukundur. Düzdürmü? Deməli, sənin o rükətin yoxdur. Sən o rükəti qaytarmalısan. İkinci, yəni çox deyil. İkinci, Kəbəni tavaf eləmək. 7 dövrə etmək. Kimsə, misal 6 dövrə edərsə, bu sayılmır. 7 dövrə mütləq olunmalıdır. Yaxşı, bir dənə bu ikincidə dayanaq adına. Deməli, bizim gəldik Kəbəyə, buna ayrı yenə danışacaq sözsüz ki, gəldik Kəbə evinə. Düzdürmü? Bax, gəldik. Biz Kəbə evində bilirsiniz, 4 dənə küncü var. Deməli, biz hardan başlamalıyıq? Başlamalıyıq Qaradaş olan yerə. Qaradaş necə təyin olunur? Orada Allah Akbərlər yazılıbdır, belə. Bir dənə orada yazılıbdır, Qaradaş olanda. Və yaxud da ki, sağ tərəfə baxacaqsınız, yaşıl işıq var. Sanki bir svetofor yanır. Sən girə bilərsən Yəmən küncündən və yaxud ondan qabaqçı küncdən, fərqi yox. Sənin bu sayılmır. Gəldin artıq Qaradaşa, sən oradan başlayırsan. Neyinsən? Birincidə. Sözsüz ki, əgər insan imkan varsa, gedib öpbəsidir. Əl vurması. Necə bilirsiniz ki, o mümküniyyət yoxdur indi. Girsən, əksinə, ibadətini pus eləyəcəksən. Ya kimisə haqqına girəcəksən, ya da özün, yəni ki, çox pis hala düşəcəksən. Deməli, belə, nə edirik? Birinci baxın, qardaşlar və bacılar, birinci əl qalxızılır belə və deyilir nə? Bismillah, Allahu Akbar. Bəli, sağ əldən. Bismillah, Allahu Akbar deyilir. Bəli, birinci başlayanda. Baxın, Allah Rasulullah s.ə.v deyir ki, hansı iş olursa olsun, əgər Allahın adı çəkilmədən başlayarsa o iş yarımçıqdır. Başqa bir hədis var, zəifdir. O hədis yəni səhih deyil. Deyirlər ki, orada gətirirlər ki, Bismillahirrahmanirrahimdən rahimsiz başlayan iş yarımçıqdır. O zəifdir, amma bu hədis səhihdir. Bismillahsiz, yəni Allahın adı ilə. Baxın, bütün zikirlər, evdən çıxsan desən Bismillah, təvəkkəltü aləllahi. Evə daxil olsun desən Bismillah, məscidə girsən desən Bismillah, yemək yeni desən Bismillah. Heç bir zikir yoxdur ki, o zikir başlasın Bismillahirrahmanirrahim ilə. Bütün zikirlər ancaq Bismillah ilə başlayır. Aydındır? Bismillah ilə. Deməli, bu da belə. Sən də başlayırsan işini Bismillah ilə. Bismillah, Allah Akbar. Getdin, bu bizdə misal üçün, ola bilirsiniz, başqa turlarda, başqa rəhbərlərə görərsiniz ki, insan nədir? Yəni, mütləq şəkildə eyni bir zikirləri eləyirlər. O deyir, bu təkrar, o deyir, bu təkrar. Bu artıq insana fürsət qalmır ki, dua eləsin. Yəni, ehramda olduğu halda insan və həmçində elə belə tavaf, nafilə tavafdan ehramda olduğu hal eyni deyil. Sən bu bir dəfə verilir. Ehramda sən muhrimsən. Yəni, başlayırsan qardaş, insan əgər ehram halında dünyasını dəyişərsə, insan qusulsuz, insan həmən o geyimdə dəfn olunur. Yəni, şəhid olursan. Və elə belə bir rütbə deyil. Böyük bir rütbədir. Ona görə də ki, burada insanlara şans verilir, fürsət verilir ki, ürəyində olan dualar olunsun, eləsin. Nə vaxta kimi gəlirik, çatırıq Yəmən küncündə, artıq Yəmən küncündə başlayırıq oxuma Rabbənə ətinə fid-dunya həsənətən və fil-əxirət həsənətən və qinə əzəbən-nər. Bunu, bəli, mən deyirəm və yaxud başqa rəhbər deyir və o zəvvarları təkrarlayır. Amma hərə bunu özü əzbərləsə daha gözəl, əzbərləməsə də belə ən azı o zikiri çoxlu oxusun ki, dilinə yatsın. Deməli, Yəmən küncü. Yəmən küncündə də gəlib ki, Allah Rasulullah s.ə.v əlini sürtübdür. Öpbək amma yoxdur. Öpbək yalnız Qaradaşa var. Yəmən küncü Qaradaşdan bir künc qabaqdır. Görəcəksiniz orada inşallah. Allahın iznində orada gidəndə göstərəcəyik. Yəmən küncü Qaradaşa bir künc qalmışdır. Bu Yəmən küncüdür, künc, uqul. Obursu uquldakı nədir? Rus dilində deyirəm, görəm Rus dili ona görə. Obursudakı künc Qaradaşdır. Yəmən küncündə Allah Rasulullah s.ə.v həm bir rəvayətdə əlini sürtübdür və həmçinin asasını sürtübdür. Belə. Amma öpbək gəlməyibdir. Siz insanları görəcəksiniz elə Kəbə evinə, yəni yaxınlaşırlar, onu öpürlər və s. Yəni bunlar heç biri yoxdur dinimizdə. Bu birinci məsələ. İkinci məsələ nədir? İkincidə artıq, ikinciyə başlayanda, bax, diqqət edin və burada xatalar nə olur? Yenə də Bismillah, Allah Akbar deyir. Burada ehtiyac yoxdur artıq Bismillah deməyə. Çünki sən artıq işini başlamışsan, işin içindəsən. Nə deyirsən? İkinciyə yaxınlaşdın, artıq əlini qalxırsın, deyirsən Allahu Akbar. Allahu Akbar deyirsən, girirsən. Baxın, burada bir dənə məsələ var, çox böyük. Sualları axıra saxlayın, olar mı qeyd edin, mümkün varsa. Çünki belə şeylər, sonra suallar hamısını verərsin inşallah.
Deməli, xətalar var, çox böyük xətalar var. Mən onları, çox xətalar olur orada. Ümumiyyətlə, hamısını qeyd eləsəm, təsəvvürlərin saatlarımız bəs eləməz. Ümumi elə belə qlobal, çox böyük xətaları qeyd edirəm. Nədir? İnsan, misal üçün, çata bilmir, öpbəyə, nə edir? Vazdoşunu belə hava öpüşü göndərir. Yəni, görəcəksiniz. Yəni, mən sizə elə bildim, ürək göndərir belə. Yəni, Qaradaşa da belənsin. Yəni, bu şeylər hamısı olmaz. Bu nədir? Bu, bilirsiniz, həqiqi mənada çox belə elmə ehtiyac yoxdur. Ki, yəni, insanın nə qədər elmi olsun ki, yəni, bunu eləməsin. Yəni, cahiliyyətin o dərəcə səviyyəsidir, yəni, belə öpüşün. Yəni, bu şeylər yoxdur dində. Bax, əgərlərin bir ibadətinin qəbul olmasını istəyirsə, iki şey kifayətdir. Nədir? Birinci odur ki, ixlas. İxlas iskren istəyirlər rus dilində. Azərbaycan nədir? Yəni, sırf, sarf Allah üçün olmalıdır. Təmiz. İkinci nədir? İkinci də odur ki, Allah Rasulü sallallahu aleyhi ve selləmin elədiyi kimi olmalıdır. Və hər əməl olsun, istəyir namazın olsun, istəyir həccin olsun, istəyir ümrən olsun, istəyir zikrin olsun, nə ibadət olursa olsun, bax, qoy bu iki dənə ölçüyə. Əgər bu iki ölçüyə müvafiq deyilsə, özünü yorma. Yəni, ola bilsin ki, günah qazanırsan. Özünü yorma, yəni. Nədir? İxlas. Birinci, Allah üçün olmalıdır. İkinci də ki, Allah Rasulü s.ə.v elədiyi kimi. Və bu şeyi də Allah Rasulü s.ə.v eləməyib. Nə Allah Rasulü s.ə.v eləməyib, nə ondan sonra olan sahabələr. Nə onun qızları eləməyibdir, nə onun kürəkəni eləməyibdir, nə onun heç bir əhl-i beyt eləməyibdir, nə nəvələrim heç kim eləməyibdir bunu. Və əgər olsaydı, əlhəmdülillah, biz onu eləyərdik ən birinci. Allah şükür. Və bu xatalarını, deməli, bu məsələ bax belə. Bura niyə görə dayandım rukunda ki, belə biraz təfsilat verim. Bir də məsələ budur ki, bax, gəldik, çatdıq biz artıq, bax, 6-nı bitirdik, düzdürmü? Gəldik 7-də, bax, diqqət edin, bura 7-də çatdıq mı? Qaradaşın üçüncünə. Biz Allah Akbar deyirik. Çünki 7-yə başlayırıq. Gəldik 7-ni bitirəndə çox adam təzədən bir dənə də deyir. Elə bilir ki, bunu deməlidir. Ha, bunu dedin artıq yeni tavafa başlamış olursan. Yəni, sən artıq bitirdin tavafını, sən çıxmalısan. Niyə görə? Yəni, çalışmaq lazım deyil. Biz tavafı, dövrəni bitirəndə Allah Akbar demədik. Dövrəyə başlayanda dedik. Birincidə, düzdür, girəndə dövrəyə başlayanda dedik, Allah, Bismillah, Allah Akbar, başladıq. Və ona görə də 7-ni də başlayanda deyirik, bitəndə yox. Dedin, artıq bitəndən sonra çıxırsan artıq hara? İbrahim məqamına. İbrahim məqamına. Allahın izni oraya gələcəyik, inşallah. Deməli, üçüncü də, nədir bizdə? Üçüncü rukun səydir. Üçüncü rukun səydir. Səydə Səfa ilə Mərva arasında 7 dənə səy eləyirsən. Yəni, gedirsən, gəlirsən. Baxın, elə olub ki, qrupda məsələsin insanlar azıblar, çaşıblar. Misal ola bilərdi, insandır, belə çaş. Nə eləyib? Bu, bir də 7-nin əvəzini 14 eləyibdir. Elə bilib ki, misal Səfadan Mərvəyə gəldin, Mərvadan Səfəyə qayıtdın, bir sayılır. Amma belə deyil. Səfa başlayırsan, Allah subhanahu wa ta'ala ayəsində İnnəs-səfə vəl-mərvətə min şəairilləh əbdə bimə bədəlləh bihi. Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir. Və mən də başlayıram, Allah başladığından, yəni Səfadan başlayıbdır. Bunu deyirsən, deməli Səfadan başlayır. Səfadan getdin, Mərvaya 1-dir. Mərvadan qayıtdın Səfaya artıq 2-dir. Yenə həmən ki, qayıtdın, getdin və harada bitir? Mərvada bitir. Mərvada bitir. Dördüncü nədir? Rukunlardan qarşıdır. Yəni, bəzi alimlər bəzi saç məsələsinin rukunlardan görməyiblər, amma daha məşhur odur ki, rukundan görürlər. Rukundur. Saçın yəni kişilərdə qırxılması və yaxud da qısaldılması, qadınlarda isə uzundan götürülməsi. Deməli, Allah Rasulü s.ə.v kişilər üçün özü də yəni ülcüzlə qırxdırıb, yəni lezbi ilə və həmçində ki, Allah Rasulü s.ə.v daha elə bilir ki, insanları sövq edib onu eləməyə. Niyə görə? Ona görə Allah Rasulü s.ə.v deyib ki, kim, kişilərə aiddir məsələ, kim başını ülcüzlə qırxdırarsa, Allah onu rəhm eləsin, Allah onu rəhm eləsin, Allah onu rəhm eləsin. 3 dəfə. 3 dəfə Allahdan bağışlama deyibdir o insan üçün. Sonra isə qısaltmağa gələndə deyib ki, Allah onu rəhm eləsin, bir dəfə. Yəni, kim qısaldarsa, yəni ümrəsi səhidir. Heç problemi yoxdur. Amma sünnə əməlləmək istənsə və yaxud da daha çox rəhmət qazanmaqsan, onu da ülcüzlə qırxdırırsan. Xata nədir? Qardaşlar, burada məsələsi, indi bacılara da deyəcəm o saç məsələsini. Xata odur ki, insanlar götürürlər qayçını, bir dənə buradan belə tıp götdü, tutarı getdi. Bir dənə də buradan belə olmaz. Elə şey yoxdur. Necədir? Bütün başın hər tərəfindən götürülməli kişilərdir.
qayçı ilə belə götürürsən də belə, girsən ora bərbərxana, onlar götürürlər həmdə. Adca istəsən, yəni adca götürürüz, bilinməyəcək. Amma hər bir tərəfindən götürülməlidir. Qırtdırmaq da ki, lezbindən, əgərlərin maşınka ilə belə 0-dan, 0-dan götürsən, o da qısaltmaya daxil olur. Yəni, lezbindən qırtmaya daxil olmur. Əgər istənsə, məsələn, elə qardaşlar var, görürsən, götürürlər maşınla, sonra gedirlər lezbindən qırtdılar. Bu artıq getdi sən. Elə bil ki, nədir, özünü məhrum elədin. Yəni, sən əsas odur başlamaq. Başlamazsan ülgüzlə. Ülgüzlə başladın, ülgüzlə bitirdin. Qısaltmaq əlhəmdə heç problem yoxdur. Qısalda bilərsiniz, kim istəyirsə, amma budur məsələ. O ki, qaldı bacılar məsələsində. Bacılarda ucundan götürürlər, təxmini dırnaq boyutda belə. Bütün saçını yığır bir əlinə belə və ucundan götürür təxmini dırnaq boyutda. Yəni, hərəsi bir-bir əlinə də, bəli, bir-birinə də eləyə bilər və yaxud da özü bacar, özü də eləyə bilər. Sonra da belə olub ki, sonradan deyiblər, yəni o da cahildən görürsən, insanlar götürüblər, elə bilər savab daha çoxdur, deyiblər, saçın belə də tamamilə çiynindən yuxarı kimi götürüblər. Yəni, həqiqi mənada olubdur. Yox, keçər demirəm, nə valla, həqiqi mənada olubdur bu. İnsan elə ki, nə qədər çox qırışsa, o qədər savabı çoxdur da. Ona görə deyib ki, Allah üçün bunu kəsim. Amma bu, ona görə deyirəm ki, hər bir əməldən qabaq elm olmalıdır insanda. Biz bundan fərqlənirik, bizim ümmət bundan fərqlənir. Yəni, qabaqçı, qövmlərdən bundan fərqlənir ki, elm və əməl. Deməli, saç məsələsi rukundur. Əgər bunu eləməmiş, ehramdan çıxarsansa və s. ehramdan çıxmış sayılmırsan və yaxud da gedib saçı qırxmamış, ehrama xələl gətirən bir şeylər eləyərsənsə, ona yenə kəffara düşər sənə. Aydındır, yəni budur, saç qırxdırmaq deməkdir. Necə oldu? 4 rukunu oldu. Şərtlər və rukunlar. Bir də bax, bu saç məsələsində böyük bir mən gördüyüm, hətta deyərəm ki, Allah bilir doğrusu, o bilsin, kimsə caiz görür, mən onu haram kimi görürəm. Nədir məsələ? Allahın Subhanahu wa Ta'ala'nın evində saçlarını qısaltmaları və yaxud da qırxmaları. Orada görəcəksiniz, artıq Mərvadan çıxanda qadınlar saçlarını açırlar, orada durublar qayçilərlərində pulda 5 real, 10 lira və yaxud da özləri çağırırlar saçlarını ilə orada kəsirlər. Bu heç qadının saçı görünməsi o ayrı bir günah, indi o ayrı məsələ, o özünə aiddir. Amma sən bil ki, Allahın evindəsən, Allahın evində saçını qırxıb tökməyin ora, bu necə ola bilər olsun? Bu heç bir şey sığışan bir şey, nə ədəbə, nə ərkana, bu olmaz belə şey eləmək. Əlhəmdülillah, rahatçılıqdır, gəlirik otelə, heç bir problemi yoxdur. Oteldə bacılar öz otaqlarında, rahatçılıqdan, qəşəng, vannada və yaxud necə istəyirlər elə. Kişilər də ki, istəyir bərbərdə, istəyir də ki, otaqda. Aydınlı qardaşlar, yəni bu şey eləməyin və bu şey kimsə eləyirsə bundan çəkindirin. Yəni baxın, vaciblər tərk olunarsa buna qurban düşür. Birinci nədir? Miqatda ehrama girmək. Yəni insan misal üçün niyyət elədi, niyyət dedik rukundur. Və diqqətlə bu, niyyət rukundur, düzdürmü? Amma ehram geyiminə girmək miqatda, bu artıq vacibə daxil olur. Niyyət. Daha doğrusu ehram. Deməli, eləməsə kimsə nə düşür bunun boynuna? Qurban düşür. Qurban kəsməlidir. Və necə dedik ki, biyaqların, burada ixtilafdır saç məsələsində. Bəzi alimlər bunu saçı salırlar vacib qisminə, bəzilər rukuna. Əgər vacib rəyini götürürsənsə, əgər qırxmasan, onda o halda sənin üzərinə düşür nə? Qurban kəsmək. Əgər rukundursa, onda halda ömrən sayılmır. Ömrənin sünnələri. Sünnə nədir? Allah Rasulü s.ə.v elədiyi. Yəni, bunlar da ki, nədir? Sənin ümrəninə xələl gətirmir, amma savabını artırır. Yəni, tərk edilərsə, heç bir kəffarəsi yoxdur. Amma eləyərsənsə, savabı var. Yəni, qusul almaq. İstər kişi olsun, istər qadın olsun, ehramdan qabaq. Qusul almaq, özür istəyirəm, təmizlənmək, kişilərin bığ qısaltmaqdır və s. təmizlənməsi və həmçində qadınların. Bu, aydınında başa düşdüyünüzdə nə deyirəm. İkinci məsələ kişilərə aid, ətirlənmək. Allah Rasulü s.ə.v ehramdan qabaq ətirlənərdi. Yəni, sinəsini, bədəni, saqqalını, başını ətirləyərdi. Qəşək belə ətirləyərdi. Sonra məsələn, ehram geyinini geyinlərdi. Bu da sünnədir. Bəli, ətirləmək yalnız kişilərə aiddir. Və sonra isə təlbiyə demək, ləbbeyk Allahumma ləbbeyk, Kəbə evi görünənən kimi. Bu da sünnədir. Tavaf zamanı rəmlə deyirlər. Rəmlə də nədir? Yəni, ilk 3 dövrədə sürətli getmək sünnədir.
Desəniz bunun hikməti nədir? Sözsüz ki, indi o şey yoxdur, amma bunu sünn olaraq eləyirik. Nə idi bu? Bax, diqqətlə qulaq asın. Bu hardan qalıbdır? Allah Rasulü s.ə.v artıq ümrəyə gələndə müşriklər başlayırlar şaya yaymaya. Qulaq asın bir dənə xanımlar. Müşriklər başlayır şaya yaymaya ki, Muhammədə xəstələr, qocalar və xəstələr yalnız ona iman gətirirlər. Yəni onun tərəfindədir. Allah Rasulü s.ə.v də gəlir, deyir ki, sahabələrinə birinci ilk tavafda sağ çiyninizi açın, yəni gücünüzü göstərin olaraq və həmçində ki, yeni qaçın ki, yəni bilsinlər ki, bizim gücümüz var, sadəcə Allah izin vermir. Aydındır, yəni bu oradan qalıbdır. Yəni deməli, bu da kişilərə aiddir, qadınlara aid deyil. Yəni qadınlar niyə görə bunu eləmir? Ona görə ki, qadınları əzəllər bilmir. Yəni olmaz, yəni eləmir bunu qadınlar. Bir də ki, izdiham yoxdursa, sözsüz ki, Həcr Əsvədi öpmək və yaxud da ki, yəni işarə etmək, həmçinin bunlar hamısı ora daxildir və yaxud da əl sürtmək, bunlar hamısı ona daxildir. Və həmçində səy zamanı indi bizim vaxtımızda yaşıl işıq görəcəksiniz orada. Və orada da kişilərə aiddir, yeyin getmək, qaçmaq. Aydındır. Və Səfa və Mərva arasında dua etmək. Dua da eləyə bilərsiniz, Quran da oxuya bilərsiniz, zikr də eləyə bilərsiniz. Əsas odur ki, belə sanki bulvara gəzən kimi belə bir-birinizdən söhbət eləyə getməyəsiniz. Yəni çünki o, bilirsiniz nə, tərəf fikir verin, neçə gündür buradayıq, qutardı. İndi sabahlam gedirik Məkkə, o da elə. Yəni o ibadət ani anda keçəcəkdir. Biz belə də həqiqi mənadır. Bizim həyatımız belə keçibdir. Yəni birimizin içində 40 yaşı var, birimizin 30, birimizin 50 olabilirsin. Düzdür, necə keçdi elə. Vallahi ki, elə ölüm də elə gələcəkdir. Elə biləcəyik ki, elə bu dünyada bir gün 2 gün qalmışdıq. Halbuki amma biri 70 il, biri 80 il yaşayır. Yəni sayılmış günlərdir. Ramazan ayı fikir verin. Dünən sırayın girmişdi, təravih gözləyirdi, girməmişdi. Bu gün artıq Ramazan ayı gedibdi, Şəvval ayındayıq. Düzdür, belə ona görə burada gəldinsə tam şəkildə istifadə eləməlisən. Demirik, məsələn, hədiyyə alma, deyilmir, gəzmə. O hamısının vaxtın elə, vaxt ayır hamısına. Sadəcə amma ibadətdən də qalma. Əsas məqsəd nədir? Birinci bax, ibadətdir. O ibadəti yerinə yetir, sonra Allahın iznilə vaxtını böl, hədiyyələrə, vaxtını böl, harasa getməyə, gəzməyə və s. Bir də mühüm məsələlərdən biri odur ki, ehram halında alış-veriş eləmək olmaz. Yəni, alış-veriş eləmək olmaz. Yəni, sənə su ehtiyacın var, yemək ehtiyacın var, buna daxil olmur. Bu, zəruri ehtiyacdır, o, heç bir problem yoxdur. Məsələn, sən hansı hədiyyə gördün, ehram halında onu alım, məsələn, kiməsə nəsə satım, bu şeylər heç biri olmaz eləmək. Yəni, baxmayın su tərəfə. Yəni, kişilərə də aiddir və xüsusən də qadınlara. Yəni, bu, aldatmasın da şeytanlar. Xüsusən bizim otelimiz elə yerdədir ki, Emar Grant, oradan gedəndə birbaşa elə bazarın içindən demək olar, keçib geysən. Yəni, bu şeyləri eləməyin ki, xələl gəlməsin ibadətinizə. İnşallah bu qədər. Bir dənə də məsələ sizə deyim. Deməli, İbrahim məqam haqqında. İbrahim məqamındakı, necə bilirsiniz ki, orada bilinir. Yəni, qızılı yerdir, düzdürmü? Orada yəni, İbrahim əleyhissalamın bəzi rəvayətləri ayağının izidir. Siz orada görürsünüz, görəcəksiniz, insanlar neyinlə gəlirlər, oranı öpürlər, qucaqlayırlar, paltar sürtürlər, neyinlər, nə alırlar. Bunlar hamısı problemdir. Bunlar hamısı şirkə aparan amillərdir. Hətta orada belə durur yəni tələbələr və yaxud da polis deyir ki, eləməyin bunu, bu şirkdir və s. Amma insanlar yenə də eləyirlər. Bu birincisi. İkincisi də ki, İbrahim məqamında insanlar biliyorsun dururlar İbrahim məqamında namaz qılırlar. Düzdür, polis gələndə onu qovur. Və yaxud da deyir ki, o İbrahim məqamının tuşunda mən qılmarıyam. Və budur. Və insan subhanallah fikirləşmir ki, sən səzdə getdin, mənəm, gedirəm, nə biləm orada kim var. Yəni, inanın ki, bir anda insanın boynu qırılar, ölər ilə orada qalar. Yəni heç bir şəksiz, şübhəsiz. Əlhəmdülillah, bizim dinimiz asanlıqdır. İbrahim məqamında tərəfində yer varsa orada, o tuşda, orada qıllıq. Yoxdursa, əlhəmdülillah, biraz solda, biraz sağda, heç orada da yoxdursa, mescidin hansı bir yerində olmağının asılı olmayaraq, İbrahim məqamı niyyəti ilə 2 rükət namaz qılsan, bitdi söhbət. Yəni, çətinliyə salmaq. Bəli, tavafdan sonra 7 tavaf edirik. Sonra gəlirik İbrahim məqamına. İbrahim məqamından deyirsən, "Vəttəxəzə məqam İbrahim Musallə", kim bilirsə bunu deyir. Sonra təkbir gətirir Kəbə evinə tərəf və sonra nə edir? Birinci rükətdə Fatih surəsi, Kafirun, yəni Kafirun 2-ci surə, Qul yə əyyuhəl kafirun, kim bilirsə. Sonra 2-ci rükətdə Fatih surəsi, İxlas surəsi, kim bilirsə. Kim bilmirsə, hansı surəni bilirsə Qurandan onu oxuyur.
heç bir surəni bilmirsə belə, yalnız Fatihə surəsini bilirsə, o da kifayətdir. Yalnız Fatihə surəsini oxuyur. Yəni, birinci nə gəlir? Birinci bu gəlir. Yəni, nə varid olubsa o. Bilmirsən, hansını bilirsən onu. Bilmirsən, onda getdin lap aşağı belənçi ilə. Aydındır. Zikirlər də ki, Allahın izni ilə yəni oxuyun. Kitabçalar verilmişdir ora. Mütləq oxuyun. Sonra bax qruplara tulladıq və oradan belə ən az oxuyun çoxlu ki, dilinizə yatsın. Sizin əsas zikirlər harda olacaq? Yəni Rabbənə ətinə əzbərləyin və sonra isə İnnəs-səfə vəl-mərvətə min şəhril əbdə bimə bədəlləh bihi və onu sonra qalxacaq yıxaraq qiblə tərəfə, əgər imkan olsa, necə bilirsiniz, indi olanlar bilir, polislər imkan verirsə və yaxud da orada izdiham olmasa, qalxacaq qiblə tərəfə və 3 dəfə dua eləyəcəyik. Birinci Allah-u Ekber'dən başlayırsan. Allah-u Ekber, Allah-u Ekber, Allah-u Ekber. La ilahe illallah vahdehu la şerike le, lehul mulk, lehul hamdu ve huve ala kulli şeyin kadir. La ilahe illallah enceze va'de, nesere abde ve hazemel ahzabe vahde. Bu oxunur. Düzdürmü? Bir dəfə oxudun. Bir dəqiqə. Bu oxunur. Sonra nə edirsən? Dua eləyirsən. Duanı eləyirsən. Sonra ikinci dəfə yenə oxunur. Eyni şey təkrarlanır. Yenə dua eləyirsən. Öz istədiyin duanı. Üçüncü dəfə isə nə edirsən? O zikri eləyirsən, gedirsən. Deməli belə, mən niyə görə deyirəm, onu oxuyun. Bax, xanımlar, bir də qulaq asın ki, axıra kimi. Ola bilsin, sizin cavabınız növbəti məsələsinin danışıqdadır. Növbəti kəlmələrdədir. Deməli, niyə görə deyirik ki, onu oxuyun çoxlu? Ona görə mən orada deyəcəm bunun səslə hamısını, Allahın izni ilə. Uca səslə deyəcəyik və siz təkrarlayacaqsınız. Sadəcə özünüz biraz oxumuş olsanız, heç olmaz əzbərləməsəniz də sizə rahat olacaq təkrarlamaq. O baxımdan deyirəm, bu zikirlər hamısı harada lazımdırsa, hamısı deyiləcəkdir. Sadəcə bir dənə siz azad olacaqsınız və bu Kəbəni tavaf eləyəndə ki, insan da özün duaların var, öz istəklərin var, onları eləyəcəksən. Amma onlar hamısı biz deyəcəyik, siz təkrarlayacaqsınız. Və kitabça da əlinizdə olacaqdır və sonra telefon da əlinizdə olacaqdır, oradan da oxuya bilərsiniz. Yəni o kitabdan da oxuya bilərsiniz, heç bir problem yoxdur, əsas oxuyun. Necə kimsə cənazə namazını bilmirsən, oradan oxuyursan, savabdan məhrum olmursan. Və belə, namaz biz qılanda necə idik? Namazı götürüb kağızdan öyrənmirdik, bu da elə, əlhəmdülillah. Allah daha doğrusunu bilir, Allah subhanahu ta'ala bizə müvəffəq eləsin ki, xeyirli gedək, ümrəmizi tamamlayaq və Allah subhanahu hər birimizə məqbul ümrə nəsib eləsin və Allah subhanahu asanlaşdırsın səfərimizi və yenə də deyirəm, baxın, yəni şeytan öz işini görür. Görürsən, elə bir balaca bir şey olur ki, yəni şeytan onu başqa cürə göstərir. İnsan özündən çıxartmaq üçün, özü hissləndirmək üçün və s. axır. Bu halda biz heç kimə də demirik ki, kimsə haqqını tələb eləməsin. Allah sığınır bu şeydən. Əksinə ən çox haqq qoğlayan elə bizik. Niyə görə? Ona görə ki, yəni bizim dinimiz bizə onu öyrədib ki, insanların haqqını vermək, insanların haqqını yəni ki, girməmək. Necə ola bilər ki, kiminsə haqqına girərsən dindar olaraq və dini elmi daşıyaraq. Ola bilməz elə bir şey. Amma sadəcə mən deyirəm ki, ibadət yəni elədir ki, yəni çalışaq bunu. Necə görə? Ona görə baxın, bir dənə qısa olaraq deyəcəm. Nəs surəsinin, ola bilsin çoxunuz bilirsiniz, Nəs surəsinin biraz təfsirini. Nə deyirsən orada? Bütün surə Allaha sığınmaqdandır. Düzdür, Allaha sığınırsan. Nədən sığınırsan? Sən qul əuzu bi rabbin nas. Düzdür, insanların Rəbbinə. Qul əuzu bi rabbin nas və ilə axir. Demək, burada nədir? Yəni alimlər gətirir ki, şeytan necə eləyir insana? İnsana birinci bir şeyi başqa surətdə göstərir. Məsələn, yaxşı bir şey işdir. Düzdürmü? İnsana onu pis şeydə göstərir. Birinci fikir verin, bununla məşğul eləyir insanı. Onu başqa bir surətdə göstərir, pis şeydə. Və pis şeylə göstərməklə əl çəkir, yox, əl çəkmir. Sonra nə edir? Səni ondan çalışır ki, uzaqlaşdırsın. Və sən nə edir? Sənin daim üzərində işləyir, sən ondan uzaq olasan. Uzaqlaşdırır. Və sən görürsən, arada bir insanlara deyirsən, haqqı deyirsən, görürsən, çatmır insanlara. Çatır ya əslində, o başqa cürə yürünür. Ona şeytan başqa cürə onu göstərir. Ki, yəni bu deyil, bu dediyi belədir, bu deyil, və yaxud da insanın, və yaxud da xeyri, fərqi yox. Və sonra nə edir? Başqa məsələ də odur ki, dedik ki, nədir? Xeyri şər kimi bəzəyir, düzdürmü? Və şəri də xeyir kimi bəzəyir. İnsana, bax, şər bildiyin, yəni bu, əlbəttə ki, bunun təfsilatına girsək çox danışmaq olar, qısa danışıram sizə. Deməli, şəri bəzəyir insana başqa bir surətdə. Sonra insanı ona sövq edir və insanı daim üzərində işləyir ki, onun üzərinə geçsin. Və belə bu şeytan da ki, işi bax budur. Və yəni ən əsas, vallahi ki, yəni deyirəm, yəni Allah şahid ki, öz nəfsimə görə biz buradayıq, nə üçün? Ola bilər kim necə başa düşürsə ayrılməsin, amma biz buradayıq ki, insanlara göstərmək üçün ki, bu ibadəti düzgün şəkildə eləsinlər. Niyə görə? Ola bilsin, bəli, kiminsə imkanı var, pul da var, amma ola bilsin, həyatımız bəs eləməsin bir daha bura gəlməyə. Ona görə istəyirik ki, yəni insan da gəlib, nə bilirsən, ola bilsin, zəruriyyətləri var, evdən çıxa bilmir. Və s. hər bir zəruriyyəti var ki, bu ibadəti düzgün şəkildə eləsin.
Yəni Allah Subhanahu va Taala necə istəyirsə elə eləsin. Özü istədiyi kimi yox. Allah daha doğrusunu bilir. Yəni Allah Subhanahu va Taala müvəffəq eləsin bizə xeyirli, sağ-salamat gedən ömrəmizi yerinə yetirən və Allah Subhanahu taala bizi gözəl şəkildə qənimət əlimizdə edərək vətənimizə qayıdan qullarını eləsin. Allah daha doğrusunu bilir. Allahdan dilərəm ki, xalqımıza, millətimizə hidayət versin və Rəbbimizdən dilərəm ki, kimlər ki xəstədir, onlara şəfa versin. Allah Subhanahu çətinlik olan bu, yəni insanlara kömək olsun. Və Allah Subhanahu kimlər ki bizim ölkəmizdə bəlalar istəyir, Allah onun qarşısını alsın. Və Allah Subhanahu bizim ölkə başımıza kömək olsun daim ki, ona düzgün şəkildə qərarlar verməyə. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik, əşhədü ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.